Heyvansevərlik sadəcə paylaşım yox, həm də böyük bir məsuliyyətdir. İzmirin küçələrində ən çox sevdiyim şey heyvanlara olan münasibətdir. Burada çünki küçə itləri sahibsiz sayılmır. Daim baxırsan ki, hər itin yanında su, yeməyi, pet mağazalar dəhşət çoxdur. Yəni nə qədər sanki insanlar üçün bərbərlər varsa, o qədər də itlər üçün barber shoplar var az qala. Bunlar çox gözəldir. Çünki görürsən ki, bu hər şey görüntü üçün deyil, insanlarda içdən gələn sevgidir, yəni heyvansevərlik doğrudan da var. Bakıda da insanların çoxusu heyvansevərdir, amma bizdə bir struktur yoxdur. Məsələn, mollara girməyə icazə vermirlər və yaxud hansısa bir dükanlara. Burada isə xəstəxanalardan başqa, yəni insan xəstəxanasından başqa hər bir yerə sən itlə girə bilərsən. Yəni mol olsun, restoran olsun, rahat şəkildə girərsən, rahat şəkildə də gülərüz qarşılayarlar, sıxalayarlar o iti. Heyvan sevmək təkcə şəkil çəkdirmək deyil, onu ac qoymamaq, su qoymaq və belə bir müşahidə aparmışam. 5 dəqiqəlik yolum ərzində hər bir istiqamətdə də, yəni fərqi yoxdur hansı istiqamətə getsəm, ən azı 15-20 küçə itini, yəni küçələrdə görmək olar. Amma onlar heç biri sahibsiz deyil.